Kontakt linza nə edir? Kontakt linza sənin buynuz qişanı daimi ovur və buynuz qişanda qidalanma problemləri yaradır. Yəni buynuz qişanın təbəqələrini incəldir, buynuz qişanın damarlarını sıxır və nəticədə buynuz qışa problemlərinə gətirir çıxarır. İşte göz səthi problemlərinə gətirir çıxarır. Gözündə qızarıqlıq, ağrı olduğu zaman həmən kontakt linzanı çıxar. Kontakt linzanın kartrijlərini həmişə çantanda daşı. Gözündən çıxarıb taxanda onları həmişə əlini sabunla elə tax çıxar. Hovuza dənizə girəndə kontakt linza gözündə olmasın. Bunlara diqqət eləməsən, kontakt linza illər sonra gözündə problemlər yaradacaq və kontakt linzanın suyu göz səthinə toksikdir və illər sonra o mikrodozlarla göz səthinə düşdükcə orada hüceyrə ölümü baş verir və quru göz xəstəsi olmağa başlayırsan bu səfər. Daily linzalar var, günlük. Onları taxsan, onlar daha məsumdur. Yəni onlar göz səthində hüceyrə itkisinə səbəb olmayacaqlar. Amma yenə buynuz qışanın qidalanmasına onlar da etkiləyir.